Hər birinizi salamlayıram. Ümid edirəm ki, yaxşısınız. Yeni ilin ilk günləridir. Özünüzü necə hiss edirsiniz? Bu gün fərqli bir mövzu ətrafında danışmağı düşünürəm. Biraz uzaqda dayanmışam. Belə daha yaxşıdır deyə düşündüm. Düzdür, burada bunlar ola bilər ki, biraz estetik baxımdan görünüşü pozsun, amma buranı çox bəyəndim video çəkilişləri üçün. Sizin fikirləriniz də maraqlıdır. Necədir bura? Yəni burada çəkilişləri davam elətdirim, yoxsa fərqli bir yer təyin edim özüm üçün? Mövzumuz sevgi dilidir. Hansı ki insanların bir çoxları bu sevgi dilinin fərqində deyil. Yəqin ki siz də ətrafınızda müşahidə etmişsiniz və yaxud da özünüz qarşılıqlı olaraq sevgi, hörmət bəslədiyiniz bir insan varsa, bəzən özünüzü sevilməmiş kimi hiss edə bilərsiniz və yaxud da ailə quran şəxslər olur. Deyir ki, mən sevildiyimi hiss eləmirəm. Sanki o məni sevmir. O mənim üçün hər şey edir, amma mən sevildiyimi hiss eləmirəm. Bunun nə üçün belə olduğunu bugün biz sevgi dili mövzusunda danışacağıq. Təbii ki, hər şey sevgi dilinə bağlı olmaya da bilər. İnsanın şəxsi problemləri, şəxsi ehtiyacları burada çox vacibdir. Amma mən düşünürəm ki, sevgi dilini bilmək burada çox əhəmiyyətli mövzulardan biridir. Yəni, hər insanın sevgi dilinin fərqli olduğunu mən də son zamanlarda anlamışam. Mən düşünürdüm ki, sevgi, sevilmə hissi eynidir və hər insana eyni formada bunu versək, o insanın sevgi ehtiyacı qarşılana bilər. Amma məsələ düşündüyümüz kimi sadə deyil. Burada deyəcəklərim həm qadınlara, həm də kişilərə aiddir. Yəni, düşünməyin ki, mən özüm xanımam deyə qadınlar üzərindən danışıram ki, qadınlarda bu şəkildədir. Yox, mən burada bütünlükdə həm kişilərə, həm də qadınlara xas olan fikirlər ifadə edirəm. Çünki bizim videolarımızı izləyənlər arasında bəylər və xanımlar var. Sevgi dili dedikdə nə nəzərdə tuturam? Yəni, hər bir insan öz yaşamını davam elətdirmək üçün maddi və mənəvi ehtiyaclarını qarşılamalıdır. Mənəvi ehtiyaclarından biri sevgi ehtiyacıdır. Hansı ki, sevgi həm burada sevilmək, həm də sevmək ehtiyacını özündə ehtiva edir. Və biz bu ehtiyaclarımızı qarşıladığımız təqdirdə özümüzü yaxşı hiss edirik, dəyərli hiss edirik, həyata daha da bağlanırıq, insanlarla münasibətlərimiz düzəlir. Bəs necə olur ki, bir münasibətin içərisində bir tərəf digər tərəfə sevgisini ifadə etdiyini düşünür, hətta sevgisini ifadə edir bəzi davranışlarından, amma o qarşı tərəf bunu hiss eləmir və düşünür ki, o onu həqiqətən sevmir və yaxud da sevgi ehtiyacının qarşılanılmadığını hiss edir. Bu nə üçün belə baş verir? Sevgi dilini araşdıran tədqiqatçının fikrinə görə, tədqiqatçının adı biraz qarmaşıqdır, yəni yadımda qalmır mənim yaddaşı problemim var, yəni tanıyanlar bilir. Mən özüm Erik Fromm'un əsərindən yəni bu fikirləri öyrənmişdim, amma əsl tədqiqatçı Gary Chapman, belə tələffüz eləmək olar. Bu tədqiqatçının fikirləridir, yəni ilk dəfə o irəli sürüb sevgi dili anlayışını. Amma Erik Fromm'un bu barədə kitabı var, istəyən olsa, bu mövzuna maraqlı olsa, alıb oxuya bilər. Deməli, sevgi dili fərqli şəkildə təzahür edir, yəni hər insanın bir-birinə sevgini ifadə etmə şəkli və sevgini qəbul etmə şəkli fərqlidir. Mən əvvəllərdə bir video çəkmişdim, orada qeyd etmişdim ki, biz əgər silgi istəyənə qələm veririksə, bu onu məmnun etmir. Yəni, biz düşünə bilərik ki, silgi bizim üçün çox vacibdir. Daha doğrusu, qələm bizim üçün çox vacibdir, çox dəyərlidir və bu bizim üçün dəyərli olan bir şeyi qarşı tərəfə versək, onun üçün də dəyərli olacaq və özünü dəyərli hiss edəcək. Amma məsələ göründüyü kimi sadə deyil. Bir insan əgər bizdən silgi istəyirsə, onun ehtiyacı silgidir. Biz ona qələmi versək, bu onun ehtiyacını qarşılamır və nəticədə bizim ona yüklədiyimiz dəyəri də o başa düşə bilmir. Sevgi dili də budur. Yəni, biz hansı davranışlarımızla qarşı tərəfə onu sevdiyimizi ifadə edə bilərik, bildiyimizi düşünə bilərik. Amma realda bu onu sevildiyini hiss elətdirmir həmin insana. Burada sevgi dilini bilmək ona görə vacibdir. Həmin müəllifin belə deyək, tədqiqatında bu göstərilir ki, sevginin əsas 5 dili var. Bu 5 dil əslində hər insana şamil olunur. Yəni, biz o 5 xüsusi sevgi dilindən insanlara qarşı istifadə edə bilərik. Amma o 5 sevgi dilinin içərisində biri hər insan üçün yəni fərqli ola bilir, daha üstün səviyyədədir. İndi gəlin görək o sevgi dili hansıdır? Yəni, siz də özünüzün sevgi dilinizi təyin edə bilərsiniz. Sizin üçün hansı daha xoşdur? Hansı daha uyğundur, bunu təyin edib aşağı hissədə yaza bilərsiniz. Bayaqdan kameranı səhv istiqamətdə qoymuşam. Deyirəm ki, mən niyə bu düz tərəfə baxıram, amma o tərəfdə göstərir, gözüm o tərəfə baxmış kimi göstərir. Nəysə, bura qədər eybi yoxdur, o şəkildə izləyin, bundan sonra da bu şəkildə izləyin. 5 sevgi dilinin ilki təqdir sözləridir. Yəni, təqdir sözləri deyəndə nə başa düşülür? Yəni,
belə demək mümkünsə hər insanın təqdirə ehtiyacı var, amma bəzi insanlarda bu təqdir ehtiyacı sevgi dili kimi özünü göstərir. Yəni düşünün ki, iki insan münasibətdədir, bir xanım olsun, bir bəy olsun. Bu bəyin təqdir ehtiyacı daha yüksəkdir. Onun sevgi dili bu şəkildə algılanır. Yəni biri onu təqdir etdikdə, gördüyü işə görə xoş sözlər dedikdə o insan sevildiyini hiss edir və digər insana daha çox bağlanır. Təqdir sözlərindən burada o insanın işinə yönəlik olan bir təqdir ola bilər. Yəni sən çox bacarıqlısan, bu işləri yaxşı görürsən. Məsələn, bəy ağır bir işdə çalışırsa, onu davamlı olaraq təqdir etmək, gördüyü işə görə. Sən işinlə bağlı çox məsuliyyətli davranırsan, burada bunları daha yaxşı etdin. Əgər qadına hansısa bir gəzintiyə çıxarırsa və yaxud da onu harasa aparırsa, yenə də onun etdiyi davranışa görə xüsusi bir təqdir etmək məqsədə uyğun hesab olunur. Və yaxud da bir xanımın təqdirə ehtiyacı varsa, bəy onun gördüyü işlərə görə, tutaq ki, ona yemək hazırlayıb, kofe dəmləyib, çay gətirib, buna əsasən bir təqdir etməsi həmin xanımda bəyə qarşı olan sevgini artıra bilər. Yəni bu demək deyil, təkcə biz təqdir etməliyik, həyatımızda bir çox şeylərə yer verməliyik. Amma əsasən təqdir olunması onun sevgi ehtiyacını qarşılayır. Yəni düşünün ki, siz xanımı hər gün restorana aparırsınız, onun üçün hədiyyələr alırsınız, amma təqdir eləmirsiniz. Baxın, orada sevgisizliyin hiss olunması ehtimalı yüksək olur. Əgər ehtiyaclar təqdir üzərindədirsə. Həmçinin bəylərdə də bu keçərlidir. Yəni həm xanım, həm də bəylər üçün bunu ifadə etmək olar. Burada həmçinin sevgi sözləri önəmlidir. Sən mənim üçün dəyərlisən, sən mənim üçün vacibsən. Bəzi insanlar sevgi sözlərini deməkdən çəkinir, deyir ki, mən onsuz da onun üçün dəyərli olduğumu bilirəm də, onsuz da bilir ki, mən onu sevirəm, nə üçün bunu deməliyəm, tez-tez təkrar etməliyəm. Amma belə düşünməyin, yəni bir insanın sevgi sözlərini eşitməyə ehtiyacı varsa, sizin necə davranmanızdan asılı olmayaraq, o insanın ona ehtiyacı var deyə daim bir gözlənti içərisində olur. Mənə xoş sözlər desin, mənə inandığını etiraf etsin, yəni sizin ona inandığınızı söyləməyinizi istəyir. Mən sənə inanıram, mən sənə güvənirəm, sən bunu bacararsan. Xüsusilə də bəylərdə bu təqdir sözlərinə ehtiyac daha çox olur. Yəni güvən istiqamətində özlərinin bacarıqlı, güclü olduğunu hiss etmək istəyirlər bir qadın tərəfindən. Bunları ifadə etmək aradakı bağı gücləndirir. Bəs sizdə təqdir ehtiyacı nə dərəcədədir? Yəni qarşı tərəfdən sevgi sözlərini nə dərəcədə eşitmək istəyirsiniz? Özünüzə sual verin. Əgər bunlar olmasa və digərləri olsa, o sizə gül alsa, nə bilim xanımsızsa, bəysizsə, sadəcə sizə yemək versə, sizinlə zaman keçirsə, amma heç bir sevgi sözləri, təqdir sözləri istifadə eləməsə, sizdə bir natamamlıq hiss olunur, yoxsa düşünməzsiniz belə bir şey haqqında ümumiyyətlə? Əgər hiss olunarsa, demək ki, sizdə təqdir ehtiyacı yüksək səviyyədədir. Bir sevgi dili qarşı tərəfə zaman ayırmaqdır. Düzdür, indi burada çox insan deyəcək ki, bu hamıda bir ehtiyacdır, yəni zaman ayrılması xüsusi əhəmiyyət kəsb edir. Amma baxın, bəzi bəylər var ki, onlar daha vaxt baxımından məhdud olan işlərdə çalışırlar, öz ailəsinə o qədər də zaman ayıra bilmirlər, amma buna baxmayaraq öz yoldaşınla arasındakı bağ çox güclüdür. Yəni bir-birinə anlayış göstərirlər, dəstək olurlar. Yəni bunu qeyd etmək olar. Zaman keçirmək nə deməkdir? Bir insan əgər zaman keçirmək sevgi dilidirsə bir insanın, o insan istəyir ki, qarşı tərəf zamanının çox hissəsini ona ayırsın. Yəni ona hədiyyə almasa da, ona təqdir sözlər deməsə belə, zaman keçirməyi birlikdə, yemək bişirmək, harasa gedib əylənmək, birlikdə film izləmək, yəni bir-birinlə ünsiyyət zamanı telefona baxmamaq, gözlərinin içinə baxaraq söhbət etmək, emosiyalarını bölüşmək, yəni bunlar o insanın həyatında xüsusi əhəmiyyət kəsb edir və öz sevildiyini bu şəkildə hiss edir. Həmin o ehtiyacı olan insanlara xoş söz də desəniz, hədiyyə də versəniz, zamanını ayırmasanız onlar bir heç hesab olunur. Yəni bəzən baxıram ki, bəylər şikayət edir ki, mən ona nə qədər hədiyyələr alırdım, nə qədər onu restorana aparırdım, oturub yeyib bitirdik. Ay nə bilim, mən ona xoş sözlər deyirdim, tez-tez zəng edirdim. Amma işimdən dolayı bir yerdə zaman keçirə bilmirdik. Ancaq yəni bu şəkildə mən ona sevgimi göstərirdim. Xanım amma mənim qədrimi bilmədi, məndən uzaqlaşdı. Əslində məsələ görüldüyü kimi deyil. Yəni onun sevgi dili o deyil, hədiyyə deyil. Yəni bəzi xanımlar var ki, hədiyyə onun üçün o qədər də əhəmiyyətli deyil. Bu şəkildə, yəni zamanınızı düzgün şəkildə xərcləmək. Az belə zamanınız olsa, onu keyfiyyətli şəkildə həmin insana ayırmaq sizin üçün daha məqsədə uyğun hesab oluna bilər. Yəni o xanımın sevgi dili budursa və yaxud da xanımdırsa, bəyə zaman ayırmaq xüsusi əhəmiyyət kəsb edir. Ola bilər ki, bəy məsələn işdən gəlib və istəyir ki, yoldaşı ona zaman ayırsın. Yoldaşı isə ev işlərindən məşğuldur, süfrəni düzənləyir, yemək hazırlamağa çalışır.
Yəni düzdür, bunlar da sevginin bir göstəricisi ola bilər. Yəni onu düşünür, onun üçün rahatlıq təmin etməyə çalışır. Amma bəyin ehtiyacı ona zaman ayrılmaqdırsa, bunu xanım başa düşməlidir. Başa düşdüyü təqdirdə, təbii ki, bunu etdiyi təqdirdə arada olan bağ güclənə bilir. Digər bir sevgi dili hədiyyə almaqdır. Hədiyyə almaq dedikdə burada əslində bahalı hədiyyələrdən söhbət getmir. Düşünə bilərsiniz ki, bir xanım hədiyyəyə fokuslanırsa, demək ki, o maddi tərəfi daha çox düşünür. Yəni elə düşünən bəylər də var, çox təəssüflər olsun ki, amma məsələ görüldüyü kimi deyil. Hədiyyə almaq dedikdə burada sizin ona bahalı maşın almağınız və yaxud da bahalı güllər gətirməyiniz önəmli deyil. O xanım üçün hədiyyə bu anlama gəlir ki, bu insan məni düşünür, bu insan mənə dəyər verir, bu insan incə zövqlüdür. Bu hədiyyə almaq bu mənadadır və sizin ona verdiyiniz sadə bir, yəni belə dəyəri az olan bir maddi dəyəri az olan bir şey ağlınıza gətirə bilərsiniz. Yəni adi qar kürəsi olur, manatlıq yerlərdə olur da 1 manat 80 qəpik. Yəni onu belə düşünüb almağınız o insan üçün çox böyük bir şeydir. Və ya yol kənarında satılan sadə 1 manatlıq gül ola bilər. Yəni bunu deməkdə məqsədim odur ki, burada maddi dəyər çox da əhəmiyyət kəsb eləmir. O sizin düşündüyünüz bahalı hədiyyələr istəyən xanımlar var. Onları bu məsələyə aid eləmirəm təbii ki. Burada sevgi dilinin göstəricisi olaraq hədiyyə almaqdan söhbət gedir. Əgər xanıma və ya da bəy də ola bilər, onu da qeyd edim. Düzdür, xanımlarda daha çox müşahidə etmişəm sevgi dilinin hədiyyələr olmasına, amma bəy də ola bilər. Siz onu düşünüb bir şey aldığınızda o özünü çox xoşbəxt hiss edir və düşünür ki, bu mənə dəyər verir. Və ona görə də bəzən ailədə sevgi dilini təyin edəndən sonra ailə terapiyasında, cütlük terapiyasında xanımın sevgi dili hədiyyə olursa, bəylərə məsələn tövsiyə edə bilirik. Hər gün olmasa belə, həftədə heç olmasa bir dəfə marketdən xanımın sevdiyi bir şeyi alıb aparmaq, ona hədiyyə kimi vermək. Yəni bu onun sənin aranda olan bağın güclənməsinə gətirib çıxara bilər. Bunu təyin etmək vacibdir. Bəlkə də düşünə bilərsiniz ki, onsuz da hər qadın hədiyyəni sevir. Amma mən elə düşünmürəm. Hədiyyəni sevə bilərsən, amma hədiyyə sənin sevgi dilin olmaya da bilər. Məsələn, mən özüm haqqında məlumat verməyəcəm, çünki sizin üçün maraqlı olsun. Axırda mənim sevgi dilimin nə olduğunu qeyd edərsiniz yorumlarda. Mənim üçün də maraqlıdır. Görüm siz nə düşünürsünüz bu haqda. Növbəti sevgi dili xidmət davranışları adlanır. Xidmət davranışları dedikdə burada insana maddi və mənəvi yardım göstərməyi nəzərə ala bilərik. Əsasən görülən tərəflər nəzərdə saxlanılmalıdır. Məsələn, qadın və kişi düşünün, bir ailədirlər, ikisi də işləyir. Xanım evə tez gəlir işdən, bəy isə gec gəlir və xanım hər dəfə yemək hazırlamaq, evi təmizləmək onun məsuliyyətində olur. Burada məsuliyyət bölüşdürülməsi çox vacibdir. Əgər bu xanımın sevgi dili budursa, onun gözləntisi bu olur ki, bəy işdən gəlib ona kömək edəcək, istər yemək hazırlanmasında, istər evin təmizlənməsində. Yəni bütünlüklə öz üzərlərinə düşən məsuliyyətdə digər şəxsin tərəflərdən birinin onlara köməklik göstərməsini istəyirlər, onların işini asanlaşdırmasını gözləyirlər. Və ya da evlilik münasibəti olmasa belə, hansısa bir nişanlılıq münasibəti, sevgililik münasibəti ola bilər. Burada da qarşı tərəfin onun işini asanlaşdırması gözləntisi içərisində olur. Yəni sizin davamlı olaraq ondan soruşmağınızı istəyir ki, nəsə bir problemim var, mən həll edə biləcəyim və ya da yoluna qoya biləcəyim. Bu gözlənti içərisində olduqlarına görə daim qarşı tərəfin bu da məsuliyyət üzərində olur ki, ona xidmət davranışı içərisində olsun. Əgər bunu görməsə, təbii ki, arada bir soyuqluq yaranma ehtimalı yüksək olur. Baxmayaraq ki, digər sevgi dillərini siz ona göstərəcəksiniz. Arada xidmət davranışları olmasa, o insan üçün sanki bir heç kimi görünür. Sonra da deyirlər ki, qadınlar qədrimi bilmir və ya da bəylər qədrimi bilmədi. Adətən onu da deyim ki, bunu da xanımlarda daha çox müşahidə etmişəm, xidmət davranışlarını, amma bəylərdə də olur bəzən. Məsələn, ağır iş rejimində çalışan bəylər olur, tutaq ki, istəyirlər ki, xanım ona qulluq etsin, işində hansısa bir şeyi o icra etsin. Onu da deyim ki, bəylərdə bu daha çox necə təzahür edir? Xanımın ona xüsusi xidmət etməsi, məsələn, adi iş başında olduğu müddətcə ona çay gətirməsi, meyvə gətirməsi, yəni xüsusi nəsə onun üçün etməsi həmin bəydə o ehtiyacın qarşılanmasına səbəb ola bilir. Buna görə də burada diqqətli olmaq lazımdır qarşı tərəfin sevgi dilini təyin etməkdə. Ən sonda fiziki təması qeyd etməliyik. Fiziki təmas hər insanın sevə biləcəyi və ya da sevməyəcəyi bir xüsusiyyət ola bilər. Bəzi insanlarda həqiqətən bu ehtiyac yüksək səviyyədə olur və sevgini bu şəkildə anlayırlar. Məsələn,
birini qucaqlamaq, onun saçına sığal çəkmək, əlindən tutmaq bu sevgi dilinin göstəricisi ola bilər. Amma bəzi insanlar təması o qədər də sevmir. Yəni belə demək mümkünsə, istər sevdiyi insan tərəfindən, istərsə də digər insanlar tərəfindən toxunulmaq onun üçün qeyri-adi bir şey olur. Bu insanlarda sevgi dilini təyin etmək, düşünürəm o qədər də çətin deyil. Sevgi dili təmas olan insanlar daim təhlükəsizlik axtarışında olur, bir güvən axtarışında olur, güvən hissini toxunmaqla alır. Yəni sizin ona, məsələn, özünü yaxşı hiss etmədiyi vaxtlarda əlindən tutmağınız, onu qucaqlamağınız, onun saçına sığal etməyiniz və ya da kürək hissəsinə toxunmağınız bir güvən və rahatlama hissi verir. Onu da qeyd edim ki, burada danışdığım mövzular təkcə qarşı cinslə olan münasibətə aid deyil. Bu sizin dostluq münasibətinizdə, rəfiqənizə göstərdiyiniz və ya da bəysinizsə, oğlan dostunuza yanaşma tərzinizdə də özünü göstərə bilər. Yəni bu şəkildə məsələyə baxsanız daha məqsədə uyğun hesab olunur. Mövzunu o qədər də sadə şəkildə düşünməyin. Dilləri haqqında bu qədər. Əgər sən öz sevgi dilini təyin edə bildinsə, videonun aşağı qismində bunu yaza bilərsən. Təyin edə bilmədinsə, Erik Fromm'un 5 sevgi dili əsərini tövsiyə edə bilərəm. Bundan əlavə özün də yəni müəyyən saytlarda araşdırma edə bilərsən. Bununla bağlı düşünürəm ki, yetərincə məlumat göstərilib. Mənim sevgi dilim sizcə hansıdır? Mən özüm də bunu kəşf etməyə çalışıram və təyin etmişəm əslində, amma istəyərdim ki, sizin müşahidələrinizi də alım. Əgər bunu təxmin edirsinizsə, aşağı hissədə yaza bilərsiniz. Belə, əgər bura qədər videonu dinlədinsə, sənə təşəkkür edirəm. Sona qədər videonu izləyən izləyicilərə xüsusi bir simpatiyam var. Bu, həm onların səbirli biri olduğunu göstəricisidir və mənim də xüsusilə insan xarakterində səbirli xüsusiyyətini sevdiyimdən dolayı ola bilər bu simpatiyamın yaranması. Həmçinin videoya dəyər verib sona qədər izləyir, özünü inkişaf elətdirir. İzlədinsə videonu bəyən, abunə deyilsənsə kanalıma abunə ol. Bundan sonra daha maraqlı və fərqli videolar gələcək və mümkünsə videonu paylaşmağı unutma. Təşəkkür edirəm izlədiyin üçün. Növbəti videolarda görüşərik. Mövzu fikrin varsa da mənə Instagram hesabına yaza bilərsən. Hələlik!